Səsi artırmısan videonun, musiqinin səsini maksimuma. Dayanmadan yemək yeyəndə, gəzəndə, TikTok, Instagram, Reelslər doludur da. Yəni beynini dayanmadan doldurursan məlumatla ki, nə barədə tək qalasan özündən. Cəsarətin yoxdur yəni bu qədər özündən üzləşməyə. Boşluğu birdən görərsən. Sonra bir də gəl bunun üstündə çalış da. Yaran birdən incinər. İncinər. Amma fokusun ancaq başqalarında olsun. Fokusun ancaq digər obrazlarda, personajlarda olsun, amma özündə olmasın. Hekayənin qələmini kim tutub? Sən mi tutmusan, hekayəni özün mü yazırsan, yoxsa başqaları mı tutub? Fokusun kimdir tam olaraq? Ya da nədir? Bu belə bir yaratdığın mən var. Sən belə bir mənlə hara qədər getməyə düşünürsən məsəl üçün? Yəni nə kimi bir şeylər bacarmağı düşünürsən? Ortaya necə bir mən çıxartmağı düşünürsən? Necə xəyalların reallaşsın bu şərtlər altında? Cidden soruşuram.